İnsanlara deyir etibar yoxdur. Deyirəm sənə də. Sən etibarlı adam ol. Qoy dünya səndən başlasın. Çox şeydir. Bu şikayətçilik yaramazlıqdan başqa bir şey deyil. Özünə aladı da sən. Dünyanın ən pis zamanlarında, ən pis cəmiyyətlərində heç vaxt müdrik adamlar şikayətçi olurlar. Bəlkə kiçik bir epizodda şikayətnamə yaza bilərlər Füzuli kimi. Qalan hallarda isə özlərini padşah hesab edirlər. Özlərini çox zəngin hesab edirlər. Kiçik bir epizodda ağlı qaralanda şikayətçi ola bilər adam. Amma heç vaxt müdrikləri mən şikayətçi görmədim. Onlar ədaləti axtarmırlar, onlar ədaləti yaradırlar. Diogen insanı axtarırdı. Amma Məhəmməd Peyğəmbər insanı axtarmırdı. O onları yaradırdı. Öz ünsiyyətində, öz nəfəsi ilə dürüst insanlar yaratdı. Məsələn, səhabələrin özünə baxırsan, hər birisi az qala bir abidədir, insanlıq abidəsidir. O onları yetişdirdi. O da Diogen kimi çıxıb bazarda insan axtarıram deyə bilərdi. Məsələ bundadır. Ona görə ədalət axtarmaq yox, ədaləti yaratmaq lazımdır öz təmsilçiliyində. Ədalətin yer üzərində səfirliyi ol inan, öz ömründə. Qoy ətraf çirkab dənizində batır batsın. Sən ada olmalısan. Adaya çevrilməlisən.